o gündən bu gün özünə gələ bilmir. Qol vura bilmir, neçə də hissələr ardıcılıq düzülübdür. Oyun məzmununda bəlkə bəzi şeylər normaldır, ancaq nəticə yoxdur. Xətrəli sələqələr nədənsə alınmır. Yeni birdən iki dənə oyunçunu meydan içində daxil etdikdə artıq Qarabağ əvvəlki Qarabağ olamır. Bir də Rəşad Sadıqovun zədəsi, Əfran İsmailovun zədəsi, Vüqar Nadirovun olmaması komandanın oyun məzmununa təsir edir. İkinci bir tərəfdən yeni deməli komanda daxil edilməyini keçən ildən oyun Məhərrəm keçən ildən Almeydada yeni gəlibdir. Bu yeni gələn oyunçular Qarabağın oyun üslubuna, oyun stilinə uyğun deyil. Artıq Qarabağın əvvəlki oyunları yoxdur. Bu birinci. İkinci, nə olursa olsun Qarabağ artıq biraz psixoloji gərginlik keçirir. Özünə inamı elə bil itiribdir. İstər-istəməz nəysə yeni bir şey etmək lazımdır. Yeni bir şey hələ ki altılıqdadır. Ancaq qarşıda çox ağır oyunlar var. İkinci dövrənin oyunları başlayır. Birinci Qarabağ Azal'la başlayır. Hansı ki 6-2 uduzduğu oyunu. Nəysə bu revanş kimi. Yeni bir şey deyəndə siz nəyə nəzərdə tutursunuz? Yəni fikir konkretdir. Yəni bax, bu bir neçə tur əvvəl olmuşdu. Yəni çempionatın əvvəlində Qurbanova istefa vermişdi, qəbul olunmadı. Bəziləri deyir ki, oyunçular artıq elə oyunçular var ki, onların vaxtı yetişib. Mətbuat nümayəndələrinin fikri bundan ibarətdir ki, bəzi oyunçular getməlidir bu komandadan və yeni nəfəs gəlməlidir komandaya. Yəni yeri gəlmişkən nələri nəzərdə tutursunuz? Xahiş edirəm fikirlərinizi bir qədər daha dəqiq. Bu komandanı Xəzər Lənkəranın da baş məşqçisi, Qarabağın da baş məşqçisi istefa vermişdir. Rəhbəri qəbul etmədi. İndi dünən məlumatda Neftçinin də baş məşqçisi istefa vermişdir. Rəhbərliyi qəbul olunmamışdır. Sadəcə bir şey demək istəyirəm. Dünya və Avropa standartında bir şeylər var. Baş məşqçi istefa verməmişdən qabaq müəyyən bir mətbuat konfransı keçirir. Etirazların, tələblərin, onun qane etməyən səbəbləri, buraxdığı səhvləri və yaxud da ki, ona qarşı edilən düzgün olmayan gedişləri izah edir və istefa verir. Bizdə təsəvvür ki, 3 məşqçi istefa vermişdir, indi komandanın başındadırlar. İndi istefa verilmiş bir məşqçi yenidən komandanı yenidən necə düzəldir? Həmin oyunçularla işləyir. Oyunçularda bir narazılıq varsa, oyunçular müəyyən tələb yerinə yetirilmişsə, yenə o tələbləri yerinə yetirməkdə davam etdirəcək. Bunu demək çıxış yolu, ya məsələn Qurbanov çox belə, necə deyim, həddindən artıq alicənab olaraq istefa verdi. Qəzetdə də məlumat, ya bir dəyişiklik olmalıdır, özünün sözüdür. Dəyişiklik olmalıdır, ya məşqçi getməlidir, ya oyunçular dəyişməlidir. Heç nə baş vermədi. Qarabağ bu günə kimi hələ ki altılıqdadır, nə olacaq bilinmir. Eyni sözdə Xəzər haqqında demək. Düzdür, Xəzər Qurban bayramında tamaşaçılarına 3 xal bəxş elədi, uddu, sevindirdi onları. Ancaq bu sevindirmə müvəqqətidir, həmişəlikdir. Bugün Xəzər Lənkəran 8-ci yerdədir. Birisi necədir? Azərbaycanda ənənəsi olmayan bir şey var. İstefa verən bir məşqçi ya da ki, rəhbəri müəyyən bir şey etiraz əlaməti olaraq bunu verir və müəyyən bir şey əsaslanmalıdır. Mən falan səbəblərdən müəyyən məqsədə çata bilmədiyimə görə etiraz edirəm və istefa verirəm. Yəni mənim tələbim həyata keçirilmədi. Burada etiraz da yox, izahat da yox, istefa var. İstefada qəbul olmayan istefalar var. Həmin qəbul olmayan istefalar futbolçular necə işləyəcəksən? Futbolçu necə tələb edəcəksən? Necə onlarda nizam intizamı, müəyyən bir prosesləri, müəyyən bir problemləri həll edəcəksən? Bilirsiniz, indi bu baş veribdir. Sadəcə bir də keçən dəfə mənə bir çox yaxşı bir vəzifə verdiniz. Rendikin vəkili kimi yer gəlmişəm Lənkəran azərkeşlərinə məlumat verim ki, Rendik artıq Belçikanın standart komandasında baş məşqçidir. Gör necə məşqçi yetişdirib Lənkəran azərkeşləri ki, artıq Avropada səs çıxarma başlayıb. Yəni Lənkəran azərkeşlərinin onu çox xoşladığına görə yəqin ki, belə deyirsiniz. Lakin sənin fikirlərin necədir bu oyun haqqında? Xəzər Lənkəran 3 xal qazandı və Siyalmasın vurduğu 2 qolla. Düzdür, burada Qarabağın əslində azlıqda qalmasının da müəyyən qədər rol oldu. Çünki Maksim Medvedevin ikinci sarı vərəqədən sonra meydandan qovulması istər-istəməz Xəzər Lənkəranın daha da üstünlüyünü ortaya qoymasına şərait yaratdı. Siz bu oyuna baxanda adamda elə bir təəssürat yaranır. Bu artıq Qarabağın maksimumudur. Yəni artıq Qarabağ bu futboldan artıq futbolu oynaya bilməz. Amma Xəzərdə yenə də artırmağa potensial var. Bu studiyada biz elə aylar öncə demişdik ki, Beto ilə Siyalmas öz potensialını noyabrda açacaq. Çünki futbolçular çox gec qoşuldular düşərgəyə. Vanderson onlara nisbətən artıq özünü göstərə bilir. Artıq neçənci oyunu uğurlu keçirir əsas həyətdə. Amma Siyalmasla Beto deyəsən tədərcə düzəlir və yenə də artıra bilərlər. Və bu da ona gətirib çıxaracaq ki, Xəzər Lənkəranın hücum həyətində də artıq rəqabət olacaq, artıq Subaş tək olmayacaq və məncə bu 2 ay ərzində hələ Xəzər Lənkəran çox xal yığa biləcək. Amma Qarabağda sanki bilmirəm, ya futbolçular futboldan artıq doyublarsa, elə bir toxdular.
ya bir yenilik yoxdur. Qurbanov bunu sanki hiss eləmişdi və Misirdən avqustda yeni bir futbolçu dəvət eləmişdi. Amma elə futbolçu da elə öyle deyəsən suvenirdir Misirdən gətiriblər. Onu görmürük biz ümumiyyətlə. Həmişə nə baxsan yedəkdir. Selim Mustafa. Yəni komandanı bu ehtiyatda qalır. Sərdən Mus deyirik, Mustafadır. Yəni bu Mustafa komandanı gücləndirə bilmir. Amma Xəzər Lənkəranda hələ də gizli kartlar var, gizli kozerlər var ki, yəni hansılar ki, bundan sonra ancaq artıracaqlar. Yəni bu metodu hissə almasın. Əslində 3 səviyyəli hücumçusu var. Yəni olan xidmətləri gəlin o qədər hələ bilinmir, yəni səviyyəli yox. Bu normal hər halda oynayacaq səviyyədə təcrübəli olan oyunçular var. Amma səviyyəli sözünü təcrübəli ilə əvəz eləyir. Təcrübəli demək olar hər halda. Belə deyək də, hələ ki gizli kartlar və bu gizli kartlardan biri artıq bu oyunda sözünü dedi, növbə betonundur. Yəni keçən verilişdə hətta Lənkəran azarkeşlərinin bəziləri mənimlə razılaşmadı ki, komandada oyun baxımından krizis yoxdur. Bu oyunda onu göstərdi. Doğrudan da komandada qol epizodları yaradılır. Hardasa fiziki baxımdan problem var, dəfələrlə artıq qeyd etmişik bunu. Amma oyun baxımından, yaradıcılıq baxımından bu yoxdur, problem yoxdur. Qarabağda isə bu ən böyük problem. Bilirsiniz, sanki futbolçular oyundan, öz oyunlarından zövq almırlar. Yəni Qurbanov ilk öncə məncə bu məsələni həll etməlidir. Yəni sanki futbolçular futbol klubunda yox, zavodda işləyirlər və bu məcburiyyətdən gəlib maaşlarını alırlar. Yəni əvvəlki Qarabağ, yəni 2 il öncə gördüyümüz Qarabağ kollektiv yoxdur. Yəni Qurbanov bu ruhu qaytarmalıdır. Qaytara bilməsə əlbəttə çıxış yolu istifadə. Növbəti oyunumuza keçək hörmətli tamaşaçılar. Bakı Inter turun ən maraqsız və qol vəziyyətlərə baxım növbəti Qəbələ Turan oyunundan kadrlar sizə təqdim edəcəyik. Elə bu oyunda o qədər maraqlı olmadı. Əslində bu oyunda maraqlı edən cəhət yağış idi. Yağış idi və hər halda bu qarşılaşma Bakı Inter oyunundan nisbətən daha maraqlı keçdi. Qəbələ Turan oyunundan fraqmentləri sizə təqdim edəcəyik. Bu qarşılaşmada Turan gözlənilmədən səfərdə 1-0 hesabı ilə qalib gəldi. 10-cu turda Qəbələdə meydan sahibləri Qəbələ komandası Tovuzun Turan klubunu qəbul edir. Meydan sahiblərinin baş məşqçisi Ramiz Məmmədov nəhayət ki, ilk qələbəsini qazanmaq istəyirdi Topaz Premyer Liqasında və görüşün baş hakimi FIFA referisi Anar Salmanovdur. Qeyd edək ki, oyun günü Qəbələdə güclü yağış yağırdı və oyun güclü yağışın müşahidə ilə keçirilirdi. Qarşılaşma meydan sahiblərinin hücumları ilə başladı. İlk dəqiqələrdən Qəbələ futbolçuları təşəbbüsü ələ alıblar. Bu epizodda qapıya doğru Rəşad Abdullayevin zərbəsi dəqiq alınmadı. Yaxın məsafədən topu qapının üstündən vurdu təcrübəli futbolçu. Qəbələnin hücumları davam edir. Çox gözəl ötürmə. Kamanan. Qapıçı ilə təkbətək dueldən qalib ayrıla bilmədi. Qəbələ klubunun 11 nömrəli futbolçusu. Qəbələnin növbəti qol vurmaq imkanı və bu imkandan istifadə olunmur. Yenidən Qəbələ futbolçular hücumda da Çertaqanovun zərbəsi və top qapının üstündən keçdi. Aleksandr Çertaqanov uzaqdan yaxşı zərbələrə malik futbolçudur. Milli komandamızın da üzvü və bu epizodda qapını dəqiq nişan ala bilmədi. Yenidən Qəbələ hücumda da Rəşad Abdullayev mərkəzə doğru meylənir. Abdullayevin ötürməsi. Mendy top qapının yanından keçdi. Bu dəfə Viktor Mendy'nin zərbəsi təhlükəli alınır. Mendy bu epizoda görə təəssüflənir. Qəbələnin 9 nömrəli futbolçusu ikinci hissədən fraqmentləri izləyirik. Yağış artıq daha kəskin xarakter alıb və bu epizodu görüşün baş hakimi Anar Salmanov penalti kimi dəyərləndirir. Turan komandasında meydana ikinci hissədə daxil olan Salif Balloya qarşı kobudluq və hakim Qəbələ komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edir. Epizodun təkrarını izləyirik. Və bu epizodda Qəbələ komandasından Daniel Lopez Cruz qaydanı pozmuşdu. Diego Costa Silva və Antonio Rukavina dueli. Rukavina'nın zərbəsi Costa Silva topu qaytarır, ancaq Rukavina özünü yetirir və topu boş qapıya göndərdi. İkinci zərbədən uğur qazanır Antonio Rukavina və qarşılaşmanın 57-ci dəqiqəsində qonaqlar Turan komandası oyunda hesabı açır. Qəbələdə azarkeşlər şokdadır. Turanın futbolçuları isə qolu özünə məxsus rəqslə qeyd edirlər. Qəbələ hesabı bərabərləşdirmək üçün irəli atılır. Rəşad Abdullayevin ötürməsi
və cərimə meydançasında kobudluq, hakim növbəti dəfə penalti nöqtəsini göstərdi. Anar Salmanov bu epizodu da penalti kimi dəyərləndirir. Turan komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu və bu epizodda Turanın futbolçusunun qaydanı pozduğunu bildirmişdi FIFA referisi. Yəni Kamanan cərimə zərbəsini yerinə yetirəcək. Kamananın zərbəsi Topqapının üstündən keçir. Qəbələ 100%lik qol imkanından istifadə edə bilmir. Kamanan çox təəssüflənir bu epizoda görə. Açıq-aşkar doğrudan da qol vurmaq üçün fürsət və Qəbələ bu imkandan yararlana bilmir. Turanın əks hücumu. Qapıya doğru zərbə və Topqapının yanından keçdi. Təhlükəli bir hücum reallaşdırdı Fərid Quliyevlə. Turan komandası, Ramiz Məmmədov. Hələ ki məyusdur, onun komandası hesabı bərabərləşdirə bilmir. Növbəti təhlükəli hücum. İrakli Berayanın zərbəsi və qapçı bu dəfə Qəbələni ikinci qoldan xilas etdi. Diogo Costa Silva, İrakli Beraya meydana ikinci hissədə daxil olmuşdu Gürcüstanlı futbolçu və oyunda başqa qol olmur. Turan Qəbələni məğlub edir. Bəli, oyun maraqlı alandı. Oyunu maraqlı edən cəhətlərdən biri də güclü yağış idi. Doğrudan da çox güclü yağırdı. Fasilədə leysan xarakteri aldı və bütün bunlara baxmayaraq Qəbələ stadionu doğrudan da elə yüksək səviyyədə qazon orada inşa olunub ki, inanın ki, o qədər yağış yağmasına baxmayaraq qazon artıq 5 dəqiqədən sonra tam quru idi. Sanki su qazonda drenaj sistemi çox yüksək səviyyədədir. Oyuna gəldikdə isə gələməm, nə demək olar oyun haqqında? Ramiz Məmmədovun gəlməsi çox gözlənilirdi ki, komandaya yeni ruh gətirəcək. Ancaq hələ ki o gözlənilən ruh gəlməyib, bəlkə də vaxt lazımdır. Bu gənc mütəxəssisimiz özü də bildirib ki, ona ən azı 2 ay vaxt lazımdır. Turanda isə əksinə Əfqan Talıbovun gəlməsi sanki komandanı bir qədər canlandırır. Ardıcıl bir neçə heç-heçələrdən sonra bu məğlubiyyət gözlənilirdi. Çünki artıq heç-heçələr komandanın içində bir qədər inamsızlıq yaranır. İkinci bir tərəfdən Qəbələ sanki mərkəz xəttinə qədər oynayır, mərkəz xəttindən sonra kim nə istəyir onu eləyir. Elə epizodlar qol vurmurlar ki, gözün bağlasan da futbolçunun onu vurmalıdır. Nədənsə Qəbələnin problemi var. Yəqin ki, yanvardan sonra Qəbələ başqa cür oynamazdı. Tək ki, onda gecə olmasın altılıq problemi. Bəli, artıq çünki çox təhlükəli, komandanın çox çətin oyunları var. Mən Əfqan müəllimi təbrik edirəm. Həddindən artıq uğurlu oldu. 2 dənə ardıcıl qələbə. Turanı bəlkə də potensialı daha da yüksələcək. Çünki psixoloji cəhətdən artıq bu oyun deməli Turan tərəfində oldu. Peki sən nə deyə bilərsən bu oyun haqqında? Turanın ardıcıl ikinci qələbəsi və komanda turnir cədvəlində hazırda 4-cü pilləyə qədər yüksəlib. Əlbəttə ki, biz Turan klubuna və Əfqan Talıbova nə qədər hörmət etsək ki, görünən odur ki, Turan ilk 6-ğa hələ ki hazır deyil, amma çox sevindirici haldır ki, yeni baş məşqçi hiss olunur ki, komandaya sanki yeni hava gətirə bilib və komanda artıq daha belə qapalı futbol oynamır və hərdən rəqibə açıq futbol da təklif edir və oyunu maraqlı edən həm Turanın qolu oldu, həm də futbolçuların qolu necə qeyd olunmasıdır. Keçən həftə məşhur Gangnam Style mahnısından bir rəqs ifa etdilər. Bu dəfə də popular bir mahnıdan bir rəqs göstərdilər bizə. Tək Turan futbolçuların vurduğu qolları tez-tez olsun ki, biz yeni tək elə bu rəqsdə oynadıqları kimi meydanda oynasınlar futbol. Hələ ki, pis oynamırlar. Və hər nə qədər Turan indi yaxşı vəziyyətdədirsə, Qəbələ o qədər təhlükəli vəziyyətdədir. Çünki komandanın çətin oyunları var və 10-cu pillədədir. Herhalde bundan sonra artıq komanda toplanmalıdır, özündə güc tapmalıdır. Çünki yenə də təəssüf doğurur ki, Bakı ilə bərabər bu cür nə sərmayələr, bu cür nə vəsait, ancaq komandaların oyunu sanki bu vəsaitlər... Qarabağ haqqında dediyimiz sözlər tam Qəbələyə də aiddir. Bu futbolçular, xüsusən də legionerlər sanki futbol oynamaq istəmir və baxın, müqayisə edin. Kamananı, həmin Dodonu, Mencinə artıq onlar özlərini elə bir asis edirlər. Yəni, onları əvəz edə biləcək bir futbolçuları yoxdur. Yəni, bir sözlə Ramiz Məmmədovun işi çox çətin olacaq. 2 epizod var hakimin qərarları ilə bağlı. 2 penalti epizodudur. Çünki bunlar da çox böyük maraq doğururdu.